Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda qış tədarükündən badımcan yeməyinin yağsız, uksuzsuz hazırlanmasını sizinlə paylaşıram. Bunun üçün tərəvəzlərdən badımcan götürmüşəm, pomidor, şirin biber, acı biber, soğan, göyərtilərdən reyhan, bir də cəfərdən istifadə edəcəm. Əvvəlcə badımcanların qabığını soyuram. Soyandan sonra 2 hissəyə bölüb aypara şəklində doğrayıram. Badımcanları istədiyiniz şəkildə doğraya bilərsiniz. Halqavari şəkildə, uzunsov, aypara şəklində kimə necə rahatdır, elə də doğraya bilər. Mən aypara şəklində doğrayıram. Badımcanları doğrayandan sonra bir ləyənə yığıram. Üzərinə bir xörək qaşığı yarım duz əlavə edib qarışdırıram, qoyuram. O bir tərəvəzləri hazırlayana qədər badımcanların acı suyu çıxır. Biberin için təmizləyəndən sonra videoda göstərdiyim kimi əvvəlcə 2 hissəyə kəsirəm biberi. Sonra kəsdiyim hissələri də uzunsov şəkildə doğrayıram. Soğanları da eyni qaydada 2 hissəyə kəsəndən sonra onu da aypara şəklində doğrayıram. Pomidorun qabığını soymuram. Pomidorları da kəsəndən sonra ağ hissələrini kəsib atıram. Onu da videoda göstərdiyim kimi dilimləyirəm. Tərəvəzlərin hamısını bu şəkildə hazırlayıb qablara yığıram. Badımcan yeməyi üçün 1 ədəd acı biber götürmüşəm. Acı biber istəyə görədir, istəməyən əlavə eləməsin. Biberi də halqavari şəkildə sonacan doğrayıram. Göyərtilərdən reyhan götürmüşəm. Bir də cəfərini keşnişlə də əvəz eləmək olar. Bunları da xırda-xırda doğrayıb hazırlayıram. Tərəvəzlərin hamısını bu şəkildə hazırlayandan sonra keçirəm yeməyi bişirməyə. Badımcan yeməyini yağsız hazırlayıram. Ona görə doğradığım pomidorları iri bir qazana boşaldıram. Üzərinə doğradığım şirin, acı biberi, doğradığım soğanları əlavə edirəm. Badımcanın artıq gördüyünüz kimi acı suyu çıxıb, suyu kənara atıb, təmiz-təmiz yuyub sıxıram. Sıxandan sonra onu da tərəvəzlərin üstünə əlavə edirəm. Qazanın qapağını örtüb, qazın orta xodunda qoyuram bişməyə. Arada bir qazanın qapağını açıb baxıram. Pomidorlar artıq demək olar ki soyun salıb, ara bir qazanın qapağını açıb qarışdırıram. Ara bir qarışdırmaq lazımdır ki pişəndən sonra qazanın dibi vurmasın. Yenə qapağını örtüb qoyuram, tərəvəzlər hamısı yaxşı bişir. Demək olar ki artıq badımcan yeməyim bişib, çox da qaynadıb əzmirəm. 35-40 dəqiqə ərzində yaxşı bişir. Baxıram artıq yumşalır tərəvəzlər, belə olduqda göyərtini əlavə eləyirəm. Bir xörək qaşığı da duz əlavə eləyib qarışdırıram. Duz tam əriyəndən sonra yeməyin tuzuna baxıram. Əgər tuzu az gəlsə yenə duz əlavə eləyəcəm. Yeməyi hazırlayanda tuzu nə az, nə də çox olmamalıdır. Yemək demək olar ki artıq hazırdır, bişib. Tam da suyu çəkilmir. Biraz qatılaşandan sonra qazı, odunu tam azaldıram. Tam vam odda ilə qaynar bankalara yığıram. Bankalar steril bankalardır. Su buxarında sterilizə eləmişəm. Hazır yeməkdən qaynar bankalara yığıram. Sonda qapağın üstünə çevirib əlimlə sıxıb bərkidirəm. Hamısını eyni qaydada bankalara yığıb qapağını sıx bərkidirəm. Qapaqlar yeni olsa daha yaxşı olar. Məndə işlənmiş olduğu üçün bir 10 dəqiqə suda qaynatmışam. Məndə hazırladığım ölçülərdən 4 ədəd 700 qramlıq banka badımcan yeməyi alındı. Badımcan yeməyi üçün istifadə etdiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə qeyd eləmişəm. Hamısının qapağını bağlayandan sonra üstünü dərin qalın bir adyalla örtürəm. Tam soyuyanacan qoyuram qalır. Sonra
Tutmaları saxladığım yerdə sərin, evdə şkafda da saxlamaq olar, çox yaxşı vəziyyətdə qalır, xarab olmur. Siz də hazırlayın, hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu bəyənməyi, əgər abunə deyilsinizsə, abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.